Bax, Nihat, stirol nə oldu? Stirol dedik ki, benzola, bax, benzol həlqəmizə. Başına nə birləşəndə stirol olmuşdu? CH2. Aysal, yəni vinil radikalı. Elə. Bunun adı, məsələn, mən vinil benzol da deyə bilərəm. Vinil benzol. Aysal, stirol da deyə bilərəm. Bu, Aytənə biz hesabladıq ki, müəllimdə 8 dənə karbon var, 8 dənə hidrogen var. Yəni, arenlərin ümumi formula uyğun olmadığına görə biz bunu dedik ki, benzolun törəməsi deyil. Bu, ayrıca bir deyək ki, sinif kimi bir şeydir. Ayrıca bir qoldur. Benzola oxşuyur, amma onun homologu deyil. Və mən sənə dedim ki, Nihat, mən sənin icazənlə olarım, bax, bu hissəyə elə benzol deyim, yəni C6, H5 deyim də. Niyə H6 olmaydı? Birini qırmışam ki, oradan qonağı gəlsin. Qonaq dediyimdə nədir? Qonaq dediyimdə vinil radikalıdır. Bura qədər sənə aydındır. Bu bizim oldu stirolumuz. İndi biz əvvəlcə uşaqlarla... Tamam, qoy bu hissələri qayda düşdün, qrup atacaq külay. Əvvəlcə stirolun polimerləşməsindən danışaq. Stirol dedik ki, bax, çəkirəm stirolu təzdən, Nihat. Sən amma cavab verəcəksən. Dedim, bunu polimerləşdir. Polimerləşdir deməkdir, bundan çoxlu sayda götürmək deməkdir. Götürən zaman nə elədik? Bax, benzol həlqəsi qaldı yerində, benzol həlqəmiz qaldı yerində. O hissə, pi reaktan olduğu hissə nə elədi? Açıldı. CH-la CH2 olduğu kimi qalıb, pi reaktan açılır, sağa sola paylandı. Və ümumi bunun altına N yazırdım. Və dedim ki, stiroldan, nədir sən də bunlar? Stiroldan alındı polistirol. Aydınmı? Polistirol. Bu birinci polimerimizin alınmasıydı. İkinci vacib polimer, polistiroldan başqa yenə yazıram. Polistiroldan başqa digər vacib bizim birləşməmiz isə stirolun, bax, stirolun butadiyen bir üstünə reaksiyasıdır, polimerləşməsidir. Bu zaman da alınır butadiyen, stirol, kauçuku. İndi bundan danışacaq. Vacib məqam budur. Butadiyen, stirol, kauçuku. Görək necə alınır. Adı üstündə butadiyenlə stirolun polimerləşməsini alacaq. Butadiyen nədir? Butadiyen alkadiyenləri keçirsən. Nə idi butadiyen? Budur da, butadiyen 1,3. Bir bax görün. Bu butadiyen 1,3 Nihat. Aha. Hətta göysəkləşsinlə hidrogenləri çəkdiyim maddənin adı nədir, Nihat? İndi çəkdiyim maddənin adı. Ben 1,3 C4 butadiyen. Butadiyen 1,3. Alkadiyenlərdə keçmişik də. Mən bundan stirolu reaksiya. Stirol nə idi? Stirol vinil radikalı olan... Hə, vinil radikalı olan benzolda C6H5. Aysa, bu sən stirolundur. İndi mən bunu polimerləşdirmək istəyirəm. Bundan da M-mol çoxlu götürməliyəm. Bundan da M-mol götürməliyəm. İndi Nəbinin də bayaq qavramadığı yer buraydı. Diqqətlə qulaq as Nəbi. Bax, butadiyen bir polimerləşəndə bax, bu hissələr qırılır, əllər açılır çölə. Qırılan hissələrin bir qolu gəlir ortanı əmələ gətirir. Aydın. Elədir ki, CH2, bir xət, CH, hamısının olduğu kimi bir dənə köçəcək, CH2. Bax, bunların qırılan hissələri sağa sola əlini açdı. Bir tayları da gəlib ortaya birləşdirdi. Aydın, bax, bu formada butadiyen 1,3 açıldı. Sonra stirolu da açacaq uşaqlar. Stirolda yenə qolları açılır aytən CH2. O qırığın bir tərəfə bu tərəfə düşür. Həm burada, elə bil, həm orada qolları çıxdı da. C6H5 də yerində qalır. Bu da sənin polimerləşməyindir, amma opşu ayağına N yazmalısan. Adı nə olacaq bu maddənin? Butadiyen, stirol, kauçuku. Aydındır? Butadiyen, stirol, kauçuku. Başa düşdün? Stirol, kauçuku. Aha. Davam eləyə bilərik, yazıqsızdır.